Demək olar ki, yeni tətbiqlər yükləməsəniz və fotoşəkilləri yadda saxlamasanız belə smartfonun boş yaddaş sahəsi zaman keçdikcə azalır. Yenavaz.com xəbər verir ki, Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universitetinin baş müəllimi Andrey Rыбnikov bunun xidmət məlumatlarının toplanması ilə bağlı normal hal olduğunu bildirir. Yaddaşda konkret olaraq nə yer tutur? Demək olar ki, hər bir tətbiq keş yaradır. Bunlar proqramların daha sürətli işləməsinə və eyni məlumatların yenidən yüklənməsinə kömək edən müvəqqəti fayllardır. Messengerlər fotoşəkilləri, videoları, səsli mesajları və kiçik ön izləmə şəkillərini yadda saxlayır. Brauzerlər ziyarət edilən səhifələrin müxtəlif elementlərini keşləyir. Naviqasiya xidmətləri isə əvvəllər baxılmış xəritələri saxlayır. Zaman keçdikcə belə məlumatların həcmi onlarla gigabayta çata bilər. Keşdən əlavə tətbiqlər öz məlumatlarını da toplayır. Axtarış tarixçəsi, fəaliyyət jurnalları, istifadəçi parametrləri, offlayn məzmun və ehtiyat nüsxələri. Nəticədə quraşdırıldıqdan sonra cəmi bir neçə 100 megabayt yer tutan proqram bir il aktiv istifadədən sonra həcmini bir neçə dəfə artıra bilər. Bu proses xüsusilə messengerlər, sosial şəbəkələr və video xidmətlərində daha sürətlə baş verir. Əlavə gizli fayllar. Fotoşəkillərlə işləyərkən smartfon yalnız orijinal görüntüləri saxlamır. O kiçildilmiş nüsxələr yaradır, axtarış üçün qaleriyanı indeksləşdirir, üzləri, mətnləri və obyektləri tanıyır. Bütün bu xidmət faylları daxili yaddaşda qalır. Əməliyyat sistemi yeniləmələri zamanında əlavə yaddaş tələb olunur. Cihaz quraşdırma fayllarına yüklənir, komponentləri müvəqqəti olaraq saxlayır və prosesin tamamlanması üçün əlavə məlumatlar yaradır. Bu məlumatların böyük hissəsi sonradan avtomatik silinir, lakin bu həmişə dərhal baş vermir. Nə etmək lazımdır? Boş yaddaş sürətlə azalırsa, ekspert parametrlərdə yaddaş bölməsini açaraq yalnız tətbiqlərin ölçüsünü deyil, onların topladığı məlumatların həcmini də yoxlamağı tövsiyə edir. İlk növbədə messengerlərə, brauzerlərə, naviqasiya tətbiqlərinə və video xidmətlərinə diqqət yetirmək lazımdır. Lazımsız faylların avtomatik yüklənməsini deaktiv etmək və köhnəlmiş offlayn məzmunu silməkdə faydalıdır. Qısaca, smartfonun yaddaşı hiss olunmadan tətbiq keşləri, saxlanılan media faylları, qaleriyanın xidmət məlumatları və yeniləmələr zamanı yaranan müvəqqəti fayllar səbəbindən dolur. Messengerlər, brauzerlər və naviqasiya xidmətləri bu cür məlumatları xüsusilə aktiv şəkildə toplayır. Yaddaşda yer boşaltmaq üçün müntəzəm olaraq yaddaş bölməsini yoxlamaq, keşi və lazımsız offlayn məzmunu təmizləmək tövsiyə olunur.